vaxtınız xeyirli olsun. Marketing Talks'un daha bir buraxılışı ilə yenidən qarşınızdayıq. Xoş gördük Əli müəllim. Xoş gördük. Mən soruşmaq istəmirəm, necəsiz? Yaxşı. Deyirəm, siz soruşasınız, yoxsa mən soruşurum. Yaxşısınız? Elə. Vüsal, sən necəsən? Yaxşısan? Əla, Vüsal da əladır. Qonağımız da məncə yaxşıdır. Birazdan onun da hal-əhvalını soruşacaq. Məncə çoxdan gözlənilən bir qonaq idi. Çünki məni də görənlər Marketing Talks maşallah kifayət qədər populyarlığını artıq yavaş-yavaş da yığır və kim görsə hamı qonaq tövsiyələrini, daha doğrusu tövsiyə vermir. Soruşurlar ki, o adamı niyə çağırmamısınız? Deyirik ki, çağıracağıq. Hələ indi başlamışıq. Bir ilimiz hələ təzə tamam olub. Azərbaycan böyük. 60 neçənci buraxılış. Yəni o qədər insanlar, o qədər mütəxəssislər var ki və hər bir şeydə o bir zamanı var da. Bizdə də siyahı olur, müəyyən siyahıya görə çağırırıq, müəyyən kimisə səyahət olur deyə onu önə çəkirik və bu şəkildə də yavaş-yavaş qonaqlarımızı dəvət etmiş oluruq. Bəli. Bir təhər idarə etməyə çalışırıq. Aha. Nöqtəsini özünüz bilək. Müəllim dedisə ki, idarə etməyə çalışırıq. Məncə burada qonağı təqdim etmək lazımdır. Mütləq şəkildə və onu əksər belə deyək də biznes mühitində çalışan insanlar ya idarə etmədə olan insanlar, sonra hətta sıravi əməkdaşlar dəfələrlə çıxışlarını izləyiblər. Biz də sevə-sevə izləyirik. Anar müəllimi. Bəli, xoş gördük Anar müəllim. Xoş gördük. Çox sağ olun dəvətə görə. Biz təşəkkür edirik ki, vaxtınızda belə ayırdınız, gəldiniz. Mənim artıq dilim topuq vurur. Mən kömək eləyəcəm. Hə. Amma mən bizim buraxılışa keçmədən əvvəl vurğulamaq istəyirəm ki, bizim bu yayım inşallah Novruz bayramında artıq 22 martda səhv etmirəmsə, tarixə baxamadım, 22 martda yayımlanacaq deyəsə. Yəni şənbə gününə təsadüf etməlidir. Ona görə də istəyərdim ki, ilk olaraq başlamadan bizi izləyən hər kəsin Novruz bayramını təbrik edək. Bu bahar yenilik gətirsin sizə. Bu bahar bol ruzi gətirsin. Həyatınızda o çətin dönəmlərdən keçirsinizsə, artıq bu dönəmdə qoyub inşallah rahatlığa keçəsiniz. Novruz bayramınız mübarək. Mən də arzulara qoşuluram. Mən də qoşuluram. Bu bizim ən sevdiyimiz bayramdır. Bəli, eyniliklə. Artıq həqiqətən də çöldə o yazın gəlişi hiss edilir. İnsan həyata yenidən qayıtdığını. Yəni mən qar sevən deyiləm deyə. Ona görə də elə bu havalar daha qəşəngdir. Anar müəllim, xoş gəldiniz bir daha. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz, gəldiniz. Sizi onsuz da bizi izləyənlərin hamısı tanıyır, əminəm buna. Çünki marketinq cəmiyyətində olanlar artıq bir-birlərini tanıyırlar. Amma yenə də bizi izləyənlər sizi daha yaxından tanısın deyə sizi tanıyaq. Mən idarəçiyəm. Marketinqlə əlaqəm uzun müddət olub. Özümü heç vaxt mən belə əsl marketinq hesab eləməmişəm. O vaxt o assosiasiya nə ilə bağlı yaranmışdı? Biz marketinq eğer termləri təşkil edirdik. Orada əslində mən idarə etmə, strategiya tərəflərini tədris eləyirdim, amma marketinq eğerdə brendləşdiniz. Təlimçi olduğuma görə marketoloq kimi assosiasiya da var, amma mən marketoloq deyiləm, idarəçiyəm, biznes idarəçiyəm. Uzun müddət bir çox şirkətlər rəhbərliyi, şirkətlər qrupuna, şirkətlərə hazırda Sat Qrup şirkətinin həm təsisçiyəm. Bundan başqa bir neçə şirkətin müşahidə şurasında və idarə heyətində təmsil oldu. Əla, tanıdığımıza şad olduq. Elə isə başlayaq. Bizim bugünkü buraxılışımızı izləyənlər, istər komandanın idarəçiliyində olsun, istər rəhbərindən şikayət edənlər olsun, istər rəhbər olmaq istəyənlər olsun ki, hansı ki, komanda qurmaq istəyir, amma necə idarə edəcəyini bilmir, necə əməkdaşlara motivasiya verəcəyini bilmir. Məncə biz bugün biraz mövzulara toxunacaq. Təbii ki, söhbət gedişatında artıq öz axarında müəyyən olunacaq, necə olacaq, amma idarə etmənin reallıqlarından danışmaq istəyirəm bugün. Biznes idarə etməsinin reallıqları. Bəli. Tək əməkdaşların deyin. Əslində razıyam. Mən əməkdaşlar tərəfindən sual verərəm, siz biznes tərəfindən. Necə düşünürsünüz? Müəllim çox yaxşı komment elədi. O biz bir də adı idarə etmə qoyub sırf insanları idarə etmədən danışırlar və yaxud insanları idarə eləyib sonra idarə etməni bildiyini iddia eləyirlər. Əslində biznes idarə etməsi daha böyükdür və çox böyükdür. Aha, gəlin onda elə ilk olaraq ondan başlayaq. Madəm ki belədir, gəlin elə onun fərqindən danışaq. Biraz qısa olaraq toxunaq ki, sonra mən suallarıma başlayım. Keçid kimi. Sizcə biznes idarəçiliyi ilə hansı ki vurğuladınız ki, insanların komandanın idarəçiliyi ilə biznesi qarışdırırlar? Nədir fərqləndirən? Yəni biznes idarə etməsi çox genişdir. Biznesin məqsədlərinə baxıb oradan çıxanda daha rahat olur. Dünyamız rahatlaşır. Biznesin məqsədi sahibkarlar üçün, biznesin sahibləri üçün dəyər yaratmaqdır. Bu dəyər yaratmaq da
müxtəlif resursları biz maksimum səmərəli və effektiv idarə eləyirik ki, o daha çox dəyər yaradaq, daha çox məhsuldar olaq. Burada insan resursu bir resursdur. Yəni bundan başqa digər resurslar var, digər fəaliyyət sahələri var, strategiya var, yəni şirkətin strateji idarə etməsi var. Yəni idarə etməni öyrənmək istəyən, idarəçi olmaq iddia edən ilk növbədə məncə oradan başlamalıdır ki, yəni biznesi başa düşməlidir, biznesin mahiyyətini dərk etməlidir. Burada da strategiya önə çıxır. Çünki kökü ordadır. Belə deyək, o istinad yeri ordadır. Həmişə biz sistemdən danışanda, idarəetmə sistemindən mən deyirəm ki, sistemin mərkəzində bir istinad yeri olmalıdır. Yəni o nədir? Strategiya yoxdursa o sistem deyə bilmərik. Çünki sistem qarşılıqlı əlaqədə cəmindən ibarətdir komponentlərin. Bunu da təmin eləyir strategiya. Yəni bu biz hardan gəldi? Yəni idarə etmədən danışırıqsa bu şeyləri göz ardı eləmək olmaz. Yəni people management dediyimiz, o insanları idarə etmə dediyimiz işin bir tərəfidir. Çox önəmli bir tərəfidir. Onu küçümsəməyək, amma tək ondan irəli çıxaraq idarəçiliyə iddia eləmək də doğru deyil. Axır vaxtlar trend görürəm. Məsələn, HR-lar hamısına aid deyil. Məsələn, insanlarla çox işləyirlər, insan resursları, onların funksiyası o tələb edir ki, insan resursları effektivliyin artırmasına məşğul olsunlar. Sonra bir də görürsünüz özlərin biznes idarəçisi kimi təqdim edirlər, amma bütün mövzuları insanlarla bağlıdır. Yəni insan resurslarıyla bağlıdır. Yəni hamısına aid deyil. Bunu aşanlar da var təbii ki. Biznesin əsl mahiyyətini dərk edənlər də var, amma bunun fərqini göstərmək üçün bir də bunu demək məcburiyyətində qalır. Bəli, bəli. Əslində haqlısınız. İşin dərinliyinə gedəndə özü də fərqinə varır ki, dəqiqlikdə insan idarəçiliyi ilə biznes idarəçiliyi fərqlidir və o istiqamətdə də yer almış olur. Anar bəylə müəllim olaraq qarışdırdım. Çünki siz həm də mənim marketinqdə ilk başlayanda Anar bəyin marketinq təliminə qoşulmuşdum. Oradan elə müəllim olaraq qalıb məndə. Anar müəllim, mən belə bir sual da vermək istərdim ki, Azərbaycanda biznes biraz böyük qavramdır, düzdür bu sualım, amma düşünürəm ki, sizin kifayət qədər təcrübəniz var, özdəki bir kitab müəllifi də olaraq. Azərbaycanda biznes idarəçiliyinin vəziyyəti indiki, yəni reallıq olaraq nədir? Əliyyə xüsusda vurğuladınız ki, bir çox şirkətlərin müşahidə şurasında da yer almısınız. Bu günə qədər idarəçiliyiniz də olub. Ona görə mənə maraqlıdır sizin fikriniz. Mən ümumiyyətlə negativ xoşlamıram. Mən pozitiv tərəflərinə baxmağı xoşlayıram. İrəliləyiş çoxdur. Yəni 15 il qabağa baxsaq, gözümüzün qabağında proses gedir. 10 il qabağa baxsaq, 5 il qabağa baxsaq, xeyli real idarə etmə biz şahidik. Necə ki, real bizneslər çoxalır, bu cümlədən real idarə etmənin biz şahidiyik. Amma gediləcək yerimiz çoxdur. Şirkət sahiblərinin vizyonu genişləndikcə xüsusilə biz şirkətlərdə əsl idarə etmənin şahidi olacaq. Yəni idarəçilərə o meydan verildikcə, idarə edicilərin qatdığı dəyər başa düşüldükcə biz daha yaxşı idarə etmə görəcəyik. Məsələn, mən 2021-in sonunda qərar verdim ki, bundan sonra çalışacağam daha çox şirkətə faydalı olum. Məsələn, bu dəqiqə mən Super Toys şirkətinin müşahidə şurasının sədriyəm, Nur Collection şirkətinin idarəyyətinin sərbəst üzvüyəm. İndi aprel ayından danışmışıq Superfon şirkətinin müşahidə şurasının üzvü, Satqrupun da idarə heyətindəyəm, həm təsis olmaqla və bir çox şirkətə, məsələn bu modeli mən 5 il, 6 il, 10 il qabaq təsəvvür eləməzdim ki, bizim sahibkarlar buna isti baxardılar ki, yəni bir idarəçi full time, bütün günü ofisdə olmamaqla mənə faydalı ola bilər. Məsələn, bu bir göstəricidir ki, şirkətlərimiz, sahibkarlarımız artıq daha sağlam yanaşırlar. Ona görə də düşünürəm ki, sahibkarlar artıq faydanı hesablayırlar, strateji yanaşırlar. Özləri deyirlər ki, mən istəyirəm ki, bizim də strategiyamız olsun. Mən istəyirəm ki, hiss edirəm ki, biz sistemli işləmirik, hər şey məndən asılıdır. Bunu deyənlər çoxdur. Əvvəl biz onu
dedirtdirirdik, ora gəlirdik. Biz Satqrup həm təlim, həm konsaltinq şirkətidir də. Bizim əsas fəaliyyətlərimizdən biridir. Yəni biz xüsusilə kiçik orta bizneslərlə bu konsaltinqləri həyata keçiririk. Həmişə biz onları ora gətirirdik, inandırmağa çalışırdıq ki, sənin ehtiyacın var idarəetmənin effektivliyini artırmağa, daha sistemli olmağa və s. İndi görürəm ki, özləri artıq müraciətlər eləyirlər. Bunlar hamısı onu göstərir ki, idarəetməyə dəyərin, idarəedicilərin qatdığı dəyəri daha çox sahibkar başa düşür və bu məncə bu trend daha sürətli davam edəcək. Əla. Siz vurğuladınız. Əslində mən suallardan biri o idi ki, hansı problemlər də üzləşirsiniz, amma belə başa düşdüm ki, elə o problem məhz idarəçilərin, yəni şirkətdə olan rəhbərlərin özlərinin vizyonunun olmaması və yaxud da ki, onu genişləndirmək istəməməsi kimidir də. Çünki başqa problem ortada görmürəm. Elə? Yox, problemlər olur. Onlar bəlkə Varsa də hansı kökündə dayanan bəzi problemlər bir neçəsidir. Amma əslində bizdə problemlər çoxdur. Aha, məsələn, necə bir problem? Bugün üçün qurtarmaq olmaz. Bəzilərini deyə bilərik. Ən çox rastlaşdım. Bəzilərini deyə bilərik. Məsələn, hələ də daha çox sektor təcrübəsinə önəm verirlər. Məsələn, tutaq ki, elektronika şirkəti tutaq ki, marketoloq axtarır, başqa elektronika şirkətlərindən cəlb etməyə çalışır. Hələ də elə başa düşürlər ki, həmin sektordan olmalıdır. Bunu qıra bilmirlər. Təcrübəni çox ilahiləşdiriblər. Məsələn, təcrübənin rolu, potensiala yox, təcrübəyə daha çox önəm verirlər. O bilinmir də ki, o təcrübə səhv yığılıb, yoxsa düz toplanıb. Yaxşı deyirsən. Korlanıb gəlirlər bir çox hallarda. Sonra böyük baxmırlar. Məsələn, o elə bayaq dediyim strategiya çox hala gəldi. Məsələn, deyirsən ki, deyirəm bir şirkət sahibi ilə söhbət edirəm, deyir, şükür Allaha yaxşıdır. Hər il bir 10-15% böyüyür. Deyirəm, bəs bazarınız neçə faiz böyüyür? Bəlkə bazar 30% böyüyür. Bu halda sən kiçilirsən axı, əslində bazar payı olaraq. Məsələn, bu kimi baxışların problemi var. Sonra hələ də məncə yüksək peşəkarlara böyük əmək haqqı verməyə çox da ürək eləmirlər bəzi sahibkarlarımız. Məsələn, binaya, daşa, avadanlığa daha ürəklidirlər pul xərcləməyə. Lazımsız Facebooka daha ürəklidir. Lazımsız stok ambar qallarına baxsaq biabırçı vəziyyət. Amma kadra 1000 manat, 2000 manat daha çox maaş verməyə ürəklərkən bu da özü oturduğu budağı bu ilə kəsirlər. Yəni problemlər əslində çoxdur. Çox problemlərə fokuslanmağın da çox tərəfdarı deyiləm. Düzəltmək. Mən məsələn öz təcrübəmdə tez-tez rast gəldiyim məqamlardan biri də nədir? İdarəçinin seçilməsi üsulu mu deyim, bir qaydası mı deyim, bir nə bilim fərqli şirkətlərdə olanda özünə idarəçi seçir, amma onun hansı kriteriyalar vacibdir onun üçün özü məlumatsızdır. Sanki hələ bir əlavə bir konsultant da olmalıdır yanındakı düzgün idarəçi seçməyi kriteriyalar müəyyən eləsin müəssisə üçün. Bəzən olur ki, indi mən məsələn bir müşahidəçi kimi kənarda olanda biznesin içində baxıram ki, müəssisənin rəhbərinin götürdüyü idarəçinin hansı xüsusiyyətə görə o idarəçini götürüb anlamıram. Bildiniz nə demək istəyirəm? Seçimin özündə də məsələn problem var, elə ən başdan. Yaxşı, bu necə tənzimləməlidir sizə görə? Kənardan bir müşahidən kimi. Tutaq ki, gəlin belə danışaq da, bizi izləyənlər arasında var, hansı ki müraciət etmək istəyir. Amma sözün əsl mənasında sizin dediyiniz kimi sahədə təcrübəsi olan birini axtarır ki, yox, bu mənim vizyonuma daha yaxın olacaq, bu insan mənim kimi düşünəcək. Kənardan cəlb eləsəm, başqa sahəninki olsa bizim biznesdə irəliləməyə bilər. Bunu necə dəyişə bilərik? Mən düşünürəm, şəxsi indi qənaətimdir, təcrübəmdən gəldiyim bir qənaətdir ki, biznesin özünü yaradanlar istisna. Söhbət gedir, məsələn, hər hansı bir biznesə təhkim olunmuş direktordan da deyək. O direktorun biznes təfəkkürü, biznes biliyi yoxdursa,
onun qarşısını almaq qeyri-mümkündür. Yəni məsələn tutaq ki, bizneslə uğraşmayan, o biznesin mahiyyətini bilməyən və yaxud da ki, o Anar müəllimin qeyd elədiyi o biznesin funksiyaları var da, o funksiyaların, strateji funksiyalarda nə var, nə yox məsələsindən xəbərdar olmayan, heç olmasa marketinqin detallarını bilməyə bilər, amma mahiyyətini bilməlidir. Nə iş, nəyə lazımdır onu bilməlidir. Strategiyanın içində o niyə vacib, niyə vacib, rolun başa düşməlidir. Və belə biznesmen, daha doğrusu direktorları var ki, menecerlər var ki, onlar məlumatsız olurlar. Eybi yox, müəllimin dediyinə söykənsəm, təcrübən az ola bilər bəlkə idarə edici kimi, amma heç olmasa biliyin olmalıdır ki, sən götürdüyün kadrın seçim kriterlərini anlayasan. Məsələn, middle management adam götürür. Baxırsan ki, məsələn, sən də orada konsultantsan, oturub fikirləşirsən ki, bu adam bu niyə götürdü? Yəni, deyəsən ki, sahədə təcrübəsi belə cooldur, o da deyil. Deyərsən ki, yaxşı idarə etməsinə görə götür bu adamı ki, yaxşı idarə etmə qabiliyyəti var, hansısa bir nüansları görə bilir və s. Təbii ki, ilk şeydən, amma bir sınaq müddəti var, o sınaq müddətində üzə çıxmır heç bir şey. Çünki sahibkar nə istədiyini də bir çox hallarda bilmir. Söhbətlə, o bilsə ki, nə istəyir, baxar ki, nə ilə müqayisə eləsin ki, bu sınaq özünü doğrultdu yoxsa yox, nəsə gözlənti olmalı ki, onun qarşılığında kriteriyalar yoxdur. Dəqiq, nə istədiyini dəqiq bilmir. Və yaxud gündə bir şey istəyə bilər. Sonra bizim şirkətlərdə çoxdandan, tutaq ki, sahibkar 15 ildir biznesə başlayıb, o vaxt o ilə yol gəlmiş insanlar var. İndi xeyli də şirkətlərin bu vəziyyətə gəlməyində faydası da dəyib o insanların. Tutaq ki. Amma onları yenə də başda oturtmağa bir meyillilik var. Onlara yenə səlahiyyət verməyə, hansı ki, haqq eləmir. Artıq ayaqlaşmır, öz üzərində işləməyib. O şirkətdən başqa bir kənara bir boylanmayıb. Yəni, ya onları yetişdirməlisən, onları izah eləməlisən ki, sən öz üzərində işləməlisən, ayaqlaşmalısan trendlərlə, rəqabət şəraiti ilə, ya da onları kənarlaşdırmalısan və peşəkarlara həvalə eləməlisən idarə etməyə. Bunu da bir çox sahibkarlar təəssüf ki, qıra bilməyiblər. Öz əməkdaşlarını özünün üzərində uzun müddət onunla loyallığa elə belə deyək də, yerində sayan o adına ona loyallıq demək doğrudurmu? O axı loyallıq metrik olaraq loyallığın elə şey odur, uzun müddət şirkətdə qalma, amma əsl sadiqlik sözü ki var, ona görə biznesdə ayrılıblar da, engagement and loyalty, yəni bağlılıq və loyallıq. Bağlılıq o deyil amma, yəni şirkətə bağlılıq odur ki, işlədiyi müddətdə işin haqqını, ola bilər 10 il yox, 3 il işləsin, amma işlədiyi müddətdə can qoysun, işin haqqını versin. Məncə bunu axtarmalı, yəni sahibkarlar bunu gözləməlidir, o idarəçilər. Bir də loyallıq nə vaxt ki, ağır basır, ədalətsizliyə yol açır. Çünki göz yumacaq, digərlərinin haqqına girəcək. Hansı ki, 2 il işləyir, amma can yandırır, peşəkardır, işin haqqını verir. Sən əgər loyallığa çox fokuslanmısan, ona indekslənmisənsə, sən nə edəcəksən, onlara daha çox meydan tanıyacaqsan və digərlərin haqqına girəcəksən, istər-istəməz. Yəni. Ona görə həm də ədalətsizlikdir, bunu başa düşmək lazımdır. Bir də şirkətə ziyan vurur. Yəni, şirkətə səmərəsiz hala gətirir, həyəcanı aşağı salır. Çünki mən həmişə müşahidə edirəm ki, o həm toksik mühit yaradırlar bir çox hallar. Çünki yeni gələnləri qəbul ilə həzm eləmək istəmirlər. İş mühitin korlayırlar. Bir də həyəcan çox önəmlidir şirkətdə. Yəni, baxırsan ki, şirkətdə işçilər alışıb yanırlar, növbəti hədəflər. Amma o həmin işçilər biraz komfortlu olar, çox benzərinə deyil, fikir vermirsinizsə əgər. Yəni, əksəriyyəti, mən hamısını aid eləmirəm. Yəni, sahibkarlar da bunun da fərqində olmalıdırlar ki, müasir biznes mühiti şirkətdən o həyəcanı tələb edir. Yəni, növbəti bir dönüş nöqtəsinə bütün komandanı səfərbər eləmək, ora aparmaq, bu çox önəmli. Yəni, emosional tərəfləri göz ardı eləmək olmaz. Yəni, hər şey Excel deyil, hər şey rasional deyil. Yəni, biznesdə o emosional iqlimi qorumaq və yaxşılaşdırmaq lazımdır. Məsələn, həmin situasiyanın əksini deyə bilərəmsə, belə hallarda olur ki, əslində əksi deyil, başqa tərəfdən baxıram məsələyə.
məsələn 15 il, 20 il işləyən adamdan 3 il işləyən adam daha çox haqq eləyib, fayda verib. Amma qarşılaşdığım hal olub ki, misal biznes bilir ki, bu 2 il ərzində biznesin böyüməsində hansısa bir X əməkdaşın əməlli payı var. Amma sahibkar öz egosuna görə, bir emosional vəziyyətə görə rahatlıqla həmin adamdan imtina eləyib 20 il saxlayana, amma eyni situasiyada müqayisə eləyəndə yanında 20 il olub ona az işinə haqq yaradan belə deyək də adama eyni situasiyada güzəştə gedib. Bax, bunu mən şahid olmuşam şəxsən. Bəli. Burada yeni gələn idarəçidən də çox şey asılıdır. Yəni bəzən yeni gələn idarəçilər olaraq yuxarıdan aşağı baxırsınız, nə bilmirsiniz, nə bilim geri elə o da yanlış. Yəni hörmətlə yanaşmalıdır. Şirkətin bu yerə gəlməyində o insanların böyük rolunu vurğulamaq lazımdır mütləq və rəqəm müstəvisinə çəkmək lazımdır hamını. Yəni rəqəm dilində danışanda, fayda dilində danışanda, dəyər dilində ki, necə biz dəyər yaradacağıq, sən necə dəyər yaradacaq, o necə dəyər yaradacaq. Bu halda nə olacaq? Hamı məcbur olacaq, düşünəcək və bir ölçü vahidi olduğuna görə ünsiyyət daha sağlam müstəviyə keçmiş olacaq. Bu halda fakt qarşısında olacaq ki, bu adamın bir şirkətə qatqısı ortadadır. Yəni. Siz vurğuladınız, mən yəni ağlıma gələn ilk oldu ki, bu qədər şirkət sadaladınız maşallah hər birinə. Dediniz ki, kənardan da olsa, yəni kənardan daha rahat iş qrafiki ilə fayda verirsiniz. Olubmu ki, belə sizin elə özünüzün getmisiniz o şirkətə, kimsə deyib ki, mən əslində orada olmalıydım, amma başqa biri gəldi, keçdi, orada oldu. Çünki mən əminəm ki, hər şirkətdə var. Bütün dəyişikliklərdə o səsli və ya səssiz müqavimət olur. Yəni dilə gətirməz. Bilirsiniz niyə bu sualı verdim? Mənə maraqlıdır, siz öhdəsindən necə gəlmisiniz? Məsəl üçün bir case danışarıq. Belə bir şey istəyirəm ki, necə öhdəsindən gəldiniz ki, bizi izləyənlər də əgər belə bir təcrübə yaşayırlarsa necə eləyə bilərlər? Çox yaxşı məsələdir. Ümumiyyətlə bu kimi podkastların da sual verməyi çox önəmlidir. Söhbəti keyfiyyətli məcra. Buna görə təşəkkür edirəm sizə, hər birinizə. Bir case deyim, 2013-cü ilin sonu idi. Mənim bu vaxt 28 yaşım var idi. Gənc idarəçi sayılırdım. Oro Mebel şirkətinin rəhbəri idim. Məni təyin elədilər. Təbii ki, uğurlarıma görə. Çünki biz Oro Mebeldə turnaround elədik. Şirkəti bataqlıqdan çıxartdıq. Həmin holdingin ən böyük şirkətinə rəhbər təyin elədilər, Azqranataya. 2013-cü il mənim 28 yaşım var, əksəriyyət məndən yaşlıdır. FMCG-də bir gün də təcrübəm yoxdur. Meyvə şirəsi heç vaxt satmamışam, şərab satmamışam, o sektorda da olmamışam. Yəni, mən də gəlmişəm, gənc bir oğlan, böyük bir şirkət rəhbərlik eləməkdən söhbət gedir və orada dillərinə gətirmirlər, amma oxuyursan ki, yəni və yaxud dolayı işlədirlər sözlər ki, yəni, bu bizdə meyvə şirəsində biraz fərqlidir və yaxud FMCG-də biraz fərqlidir. Bu situasiyada mənfi ikiyə salan iki faktor var. Bir yaş məsələsi, bir də bu sektor məsələsi. Sektorda deyəndə təkcə sahəvi yox, ümumiyyətlə FMCG-də olmamışam, yəni. İstehlak malları sektorunda, hansı ki, o çox dəryadır, böyük bir istiqamətdir. Mən neynədim? Mən idarəçi kimi özümə arxayın idim. Yəni, mən həmişə elə düşünürəm ki, sektorun fərqi yoxdur. Yəni, idarəçinin kökün, siz bayaq dediniz, mahiyyətin. Kökün bilirsənsə, fərqi yoxdur. Sən sığorta şirkətini idarə edə bilərsən, tikintinin də, FMCG-nin də, bankıdır və s. Onlara birinci hörmət ifadə elədim. Yəni, əvvəlki rəhbərliyinə, hər birinə ki, yəni şirkətin bazar mövqeyidə yaxşıdır şirkət. Yəni, burada sizlərin sayəsindədir. Bunlar hamısı, mən sizin komandaya qoşulmuşam. Yəni, orada seçilən ifadələr çox, mən sizə müdür gəlməmişəm. Sizin bir komanda yoldaşınız kimi burada qoşulmuşam. Sizə hörmətim var, bunu ifadə edirəm həm əməldə, həm sözdə. Bir də onların bəhanəsini əlindən almaq çox vacibdir. Bəhanəni elə əllərini almamalısan. Sübut elə ki, mən meyvə şirəsini bilirəm. Əksinə, etiraf edəməklə.
ki, sizin əksəriyyətiniz məndən yaşlısınız. Mən sizdən həyat təcrübəsi öyrənəcəm. Ümumiyyətlə təcrübənizdən faydalanacağam. Siz bu işi, meyvə şirəsini, FMCG-ni, marketlərlə necə işləmək lazımdır, nə bilim, digər satış kanallarından FMCG-dən necə işləmək lazımdır, meyvə şirəsinin, şərabın özəlliklərini mən sizdən öyrənəcəm. Bu iki şey, bunu deyəndən sonra artıq bununla sənin üstünə gələ bilmirlər, gəlmirlər. Yəni. Çünki insandır, o başa düşür ki, sən bunu, ego axı orada ciddi rol oynayır. Sən onu qəbul edəndən sonra artıq bəhanəni əllərindən alırsan. Sonra məsələni gətirirsən, elə olmalıdır ki, ünsiyyəti bol eləmək lazımdır. Yəni, həmin halda işçilərlə söhbət eləmək lazımdır, narahatlıqlarını anlamaq lazımdır. Çünki müqavimət çox vaxt narahatlıqdan irəli gəlir. Birdən müdür gəldi, yeni öz adamlarını gətirəcək, bizim vaxt necə olacaq? Yəni, bunları başa düşüb, onları rahatlatmaq, düzgün kommunikasiya ortaya qoymaq lazımdır. Yekə-yekə danışmaq olmaz, gələcəklə bağlı, mən belə eləyəcəm, mən elə. Yox, bir yerdə biz mümkün olanı eləyəcəyik sizlə bir yer. Yəni, birlikdəlik mesajı vermək lazımdır. Yəni, hətta o vaxt mən biraz cavan vaxt idim, daha nə qanlı, nə dəliqanlı belə şey vaxtıdır. Biraz iddialı açıqlamalar vermişdim ki, burada mənim heç bir qohumum işləmir. Oradan da işləmədi. Yəni, indi vermərəm o açıqlamada. Yəni, mən nə fərqi var, işləyə bilər əslində. O vaxt burada mənim heç vaxt qohumum işləməyəcək. Heç kimi nəzərdə tutmamışam gətirməyə. Mən sizinlə işləmək istəyirəm. Vədlər verirsiniz. Bunu inanaraq deyirdim amma. Yəni, onların xeyrinə. Çünki mən narahatlıqları gördüm, daha çox bu kimi narahatlıqlar. Bizdə də FMC şirkətlərində şirkət rəhbəri yox, satış müdürü gedəndə istəyir ki, ordu ilə gəlsin. Bu bir sabotajdır həm də. Yəni, mən komandamla gələm, çıxanda da komandasına çıxır ki. Bəli, doğrudan elədim, üç sahədə elədim. Mən bank sektorunda olmuşam, orada belə elədi. İdarəçi gedən kimi kənardan hər kəs bir də görürsünüz ki, bütün şöbələr boşaldı, hamı onun ardınca gedir. Bəli, bəli. Biz, buyurun. Buyurun, siz. Bu ünsiyyəti belə eləyəndən sonra artıq görürlər, yox, əməldə də belədir, quick winlər ortaya qoymalılar, qısa müddətdə nəticəsi olan şeylər ortaya qoymaqla. Həmin vaxt holding rəhbərliyindən də mən dəstək almışdım, səlahiyyət almışdım və həmin səlahiyyət də mənə güc verirdi ki, işçilərin xeyrinə addımlar atım. Çox vacib. Və onları iştirakçılığı təmin elədim. Bir yerdə eləyəcəyik. Biz şirkətin yeni strategiyasını alacağıq. Yəni, oturaq təhlil eləyək. Şirkətin mövcud vəziyyəti bir yerdə, bir bayram əhval ruhiyyəsi şirkətdə yaratmışdıq və get-gedə gördülər ki, yox, bu yaxşıya doğru gedir və dəstək verməyə başladılar. Ünsiyyət çox vacib. Ünsiyyət çox böyük rol var. Orada, məsələn, Anar müəllimin dediyində bir, belə deyim də, həssas bir xət var, Burada rəhbərin avtoriteti və xarizması məsələsi. Çünki rəhbər şəxs təcrübəli və hətta deyərdim ki, bir hissiyatı olan rəhbərlər o xətti hiss eləyə bilir də ki, sən müəllimin məsələn indi ifadə elədiyi o ünsiyyət, kommunikasiya, o ağırlı nöqtələri başa düşüb ona uyğun bir stil sərgiləmək, amma təcrübə, o hissiyat var olub ki, müəllimdə o xarizma, avtoritet məsələsinə zədə gətirməsin deyə bəlli bir nöqtəyə qədər gələ bilirsən. Təbii, onun qaydasını bilirdim mən. Bəli, o çox vacibdir. Çünki bəzən belə olanda ki, nə bilim mən biz dostuq, biz qardaşıq, biz əla, nə bilim, bəzən də bunu indi ürəkdən deyirsən, bəzən məcburiyyətdən deyirsən, onda gəlib nə baş verir? Birazdan görürsən ki, yox, elə doğrudan da o məhəllə dostu kimisən, artıq avtoritetini itirmirsən. O balansı qorumaq çox çətindir. Onun hansısa bir nəzəriyyə varmı ki, oxu sağ olsun, yaxşı bir mövzu çıxartdı mövzunun içindən. Mən ümumiyyətlə həm təbiətçi, həm də stil olaraq demokratik idarəetmənin tərəfdarıyam. Liberal idarəçiyəm biznesdə. Sərbəstlik verməyin tərəfdarıyam. İşçilərə sərbəstlik verir. Onlar özlərini ifadə edə bilsinlər. Səmimiyyətin tərəfdarıyam. Səmimi mühit olsun şirkətdə. Dostcasına bir mühit olsun. Amma bu mən 4-5 nəfər yaxınla yoxdur. Hamı məndən o münasibəti görsün və bunu yoluxdurum şirkətdə digər menecerlərdə
həmin səmiyyətə. Tək mən eləsəm o doğru deyil yəni. Bu həm də egoistlikdir ki, mən istəyirəm özümə bağlayım işçilər. Bunu bütün şirkət boyu eləmək lazımdır. Bəzən səhv anlayırlar. Məsələn deyirlər ki, təlimlərdə də, idarəetmə təlimlərində deyir, adam başına çıxarlar, biraz sərbəstlik versən, üzr istəyirəm, qudurarlar, nə bilim, sui-istifadə eləyərlər. Yəni bu şeylər çox eşitmişik. Mən də deyirəm ki, əslində demokratik idarəetmə ən tələbkar idarəetmədir. Məsələn, meydan verirsən sən. Hə, məsələn, bir demokratik olmayan ölkədə bir qanun pozub vəziyyətdən çıxmaq olur bir şərtlə. Hə, hansı avtoritar deyə ölkə. Bir dolayı yollar var da, hə, vəziyyətdən çıxmaq. Amma demokratik ölkədə sən qanun pozub yaxa qurtarma bilmərsən axı. Çünki demokratik idarəetmə mahiyyətində tələbkarlıq var. Yəni qaydalar var əslində. Yəni qırmızı xəttlər var. Yəni mən onu necə eləyirəm? Mən o demokratik idarəetmə və yaxud ona inanıram ki, demokratik idarəetmə o şəraiti yaratmalıdır, o hüzuru verməlidir. Eyni zamanda tələbkar olur. Və bu halda mən daha çox tələbkarlığı haqq eləyirəm idarəçi olaraq. Təsəvvür edeyim, mən deyim ki, 5 dəqiqə yetişir işə, onun günün qarı eləsən, onun mikromenecment eləsən, burun soxsan bütün gün işinə, şəxsi problem var, icazə verməsəm gedib həll eləsəm, mən ona haqqım çatmaz demək ki, bazar günü biz gəlib çıxaq bu iş layihəni bitirək. Haqqım olmayacaq. Deyəcək, necə? Mən 5 dəqiqə yetişəndə sən mənim günümü qarı eləyirsən, mənim şəxsi problemim olur, sən mənə imkan vermirsən, indi deyirsən ki, sənə lazımdır deyə mənə deyirsən, səmimiyyət olmayacaq və içdən elə bir ki, yanaşmayacaqlar. Ona görə də mən nə edirəm? O şəraiti yaxın da çox haqq eləyirəm ki, onlara da, qardaş, hər şərait var. Yetişirsən, günümü qaylamirəm ki, işə bunu soxmuram ki, şəxsi problemləri demirəm ki, işə qatmaq, düzdür? Maraqlanıram, dəstək oluram, düzdür? Dostam səninlə, amma rəqəmlər var, hədəflər var. Yəni, sən əgər mənə hörmət edirsən, şirkətə hörmət edirsənsə, bu hədəflərin arxasıca getməlisən, bu işini görməlisən. Bu halda sənin də dilin uzun olacaq ki, məndən o şeyi istəyəsən yenə də, o şəraiti, belə deyək də. Bir dəfə sosial şəbəkədə çox paylaşdılar, mənim bir slaydımı idarəetmə təlimindən çəkib paylaşmış, sonra onu çox repost elədilər. Orada belə bir cümlə var idi ki, işləməyə axot yoxdur, axotum yoxdur. Bunu rəhbərə demək olar, yoxsa yox. Təbii ki, 90% deyil, çox təbii ki, olmaz. Elə söz demək olar rəhbərə. Necə olar? Yəni, bu nə böyüksüzlükdür. Amma mən düşünürəm ki, əgər səmimi mühit varsa və bu axotu olmamaq, həvəsi olmamaq insanlıq halıdırsa, ki, heç kim iddia elə bilməzlər ki, 365 gün, hər gün keyfim əladır, hər gün belə həvəsliyəm. Mümkün deyil. Əgər bu insanlıq halıdırsa, niyə səmmiyə, niyə aldatsın? Biz niyə onu aldatmağa məcbur eləyək? Düz deyil. Qoy elə desin, mən bəlkə ona istirahət verəcəm, ged özünə gəl, biraz dincəl gələrsən, sabah gələrsən. Burada işin o bir tərəf, medalyon 200-ü var da. Bir də onu deyə bilmək üçün onun dili uzun olmalıdır. Əks halda mən deyəcəm ki, sən axotun olanda belə işləyirdin, indi axotun olmayanda yenə dəyişəcək. Sahibkarın qulağından uzaq, mənə işləyənlər bilir, əməkdaşa yatmağa icazə verirəm. Ona görə mənə işləyənlərdən bəzən olur belə. Amma ki, bu haldan qəşəng vurğuladınız ki, bu qarşılıqlı olmalıdır. Necə ki, rəhbər ona o şəraiti yaradırsa, indi rəhbər olmasın, komanda meneceri olsun, fərqi yoxdur. Eyni şəkildə də qarşıda olan o əməkdaş da olsun, o da başa düşməlidir ki, sui istifadə edilməməlidir. Yəni, 2 dəfə icazə verilibsə, 3-cü də icazə verilməyəndə pis olmaq olmasın da. Yəni, elə bir şey də olmamalıdır. Yəni, nə oldu, icazə vermədi falan. 2 dəfə icazə verib də məsələ. Düzgün mühit olarsa, sui-istifadə eləməzlər. Şirkətin korporativ mədəniyyəti icazə verməməlidir sui-istifadəyə. Kimsə sui-istifadə eləyirsə, o bizdən deyil. O necə bizim şirkətdə işləyə bilər ki? Düz deyil. Yəni, biz necə şirkətin korporativ mədəniyyəti qoruyur onun mühitini. Ki, yəni, budur. Bizdə şirkətin yazılmış və yazılmamış qanunları bunlardır. Ya buna ayaq uydurursan, ya da o şirkətdə qalmırsan. Üçüncü bir şey olmur da. Yəni, əgər həmin o korporativ mədəniyyətə uyğun adamlardırsa, mən niyə onları sıxmalıyam ki?
Mən niyə onları bütün gün güdməliyəm? Mən niyə onlara güvənsizlik təəssüratı verməliyəm? Ümumiyyətlə mən bir bunu iddia edərək, yəni balaca bir təcrübəmə iddia edərək, nə qədər balaca, nə qədər böyük bilmirəm. Onu da ölçmək çətindir. Ümumiyyətlə pis əməkdaş yoxdur. Təbii ki. Mən buna əminəm. Çünki pis dediyimiz onun da bir açıqlaması var da, qeyri-peşəkar əməkdaş yoxdur. Həmişə nədənsə fikirləşirlər ki, həmişə haqlı rəhbərlərdir. Yox, elə deyil. Rəhbər olduğuna görə rəhbər özünü haqlı çıxardır ki, mən həmişə haqlıyam kimi hiss edir özünü. Və yaxud da əməkdaşların da çoxluğu elə düşünür ki, rəhbər belə məsləhətdir, deməli belə məsləhətdir. Yox, elə deyil. Bu əməkdaşın seçimi mərhələsindən götürün, onun bəlli bir karyera planlamasına, nə bilim, böyüməsinə, orada rol almasına, onun üzərində bu və ya digər rəhbərlər olur. Sən, məsələn, misal deyim, tutaq ki, bir komanda həvalə olunursa, tutaq ki, mənə, o komandanın özgüvənini sındırmaq da mənim əlimdədir. Özgüvənini qaldırmaq da mənim əlimdədir. O komandanın, nətər deyim, ortaya çıxması, uğurları ilə, hədəfləri, nə fikir. Uzun sözün qısası, rəhbər, bu mənim şəxsi fikrimdir, idarə edici, o istiqamət verici olmalıdır. Çünki bizimkilər nədənsə ağırlıqla söykənir idarə etməyə. Bilmirəm, egoları biraz belə şey eləsin ki, bax, mən necə bu adamı idarə eləyirəm kimi çatıra bildim. Yəni, istiqamət verici olmalı, yəni strateji düşünməlidir. Nəinki bu bir adamı kontrolda saxladın və ya saxlamadın falan filan. Düzdür, biraz biz bu əvvəldə dedik ki, ümumiyyətlə strateji idarə etmə tək hansısa bir resursun idarə etməsin deyil. Amma söhbətin axışı gətirdi, bizi çıxartdı, yenə də insanlardan danışdıq. İnsan rolu çoxdur. İnsan rolu çoxdur və əsas resursdur, belə deyək. Bəli, bəli, ən fundamental resursdur. Bir də rəhbərin kobud desəlisin sözünə qüvvət, rolu həm də odur ki, bax o insan resursları var, onların potensialını ortaya çıxardı, maksimumunu almaq. Ki, özünü öldürsün şirkətdən ötürü, can yandırsın, maksimum həsr eləsin. Yəni, özü sevə-sevə. Sevə-sevə, içdən. Və bu müqavilə ilə, məcəllə ilə alınan iş deyil. Yəni, mən dəfələrlə işlətdiyim bir söz var ki, necə ki, normal ailədə ailə məcəlləsi, mülki məcəllə işləməməlidir, gündəmə gəlməməlidir. Təsəvvür edin, uşaq atasına deyir, məcəllə ilə mənim belə hüququm var, mənim işimə qarışma, odur, budur. Bəlkə də atası məhkəmə versə udar, amma normal ailə deməli də bizim dəyərlərimiz imkan vermir. O ailəyə normal. Şirkətdə də, yəni şirkətdə əgər addım başı məcəllə gündəmə gəlirsə, əmək müqaviləsi filan gündəmə gəlirsə, orada deməli sən şirkətçilik yarada bilməmsən. O dəyərlər, korporativ mədəniyyət, sağlam mədəniyyət yarada bilməmsən ki, o məcəllələrə, o kağızlara möhtaçsan. Ümumiyyətlə, mən qanunçuluğun əleyhidarı deyiləm, amma mən inanıram ki, qayda əsaslı yox, prinsip əsaslı idarə etmə olmalıdır. Qaydalar olmalıdır, o heç. Bizi qorusun, bizə sistemli işləməyə kömək eləsin. Amma işin fövqündə prinsiplər durur, prinsip əsaslı idarə etmə. Yəni, qaydalar sənə məhdudiyyət yaratmamalıdır, yəni prinsiplə baxmalısın. Bayaq mən, məsələn, Azqantadan misal çəkdim, 2017-ci il idi. 2017-ci il noyabr ayının ortaları idi. Satış zəifdir. Ümumiyyətlə, FMC şirkətlərində bir xəstəlik var, Azərbaycanda xüsusilə. Noyabrın ikinci yarısı satış aşağı düşür, süni aşağı düşür. Çünki marketlər, toplantılar və s. mal çəkmirlər ki, dekabrda endirimli, dekabrda kampaniya olur. Bütün FMC şirkətlərinin kampaniyası olur dekabrda. Bir həftə sonra, 10 gün sonra ucuz çəkim olur. Sərfəli çəkərəm o malı, alaram. Deyirəm, nə olub? Bir araşdırıram, müzakirə edirik. Deyirlər ki, cəmaət dekabr gözləyir. Noyabrın ortasından biz danışırıq. Zarafatcan bizdə bir Elçin bəy var. O dedi ki, bir söz atdı zarafatcan ki, dekabrı qabağa çəkək də, bəlkə. Zarafatca dedi bunu. Dağılışdıq.
ki, hə, növbəti bir iclasda qutardı, nəsə bir çözüm tapa bilmədik, dağılışdıq. Sonra o söz məni tutdu. O söz ki, dekabr bəlkə qabağa çəkək. Dedim, xahiş edirəm yenə görüşək. Dedi, niyə dekabrı gözləyirlər? Deyir, kampaniyalar, o təkliflərimiz bizim dekabrda olacaq. Bütün şirkətlərin, tək bizim yox. Dedim, qabağa çəkək, doğrudan qabağa çəkək də, bir həftə qabağa çəkək. Gəlin, noyabrın 23-ü başlasın bizim bütün kampaniyalar, bütün hər bir şey, hədəflərimiz. Yəni ki, 31 günlük hədəf qoymurduq işçilərə. Gəlin, 38 günlük hədəf qoyaq. 100 dənə şey çıxdı, problem çıxdı. Bonus avtomatik hesablama, bonus hesablaya bilməyəcək, formula, proqram tanımayacaq, kampaniya modulu aylığa hesablanıb, o mümkün deyil. Qaydalar o qədər sərt qabağımıza çıxartdı ki. Dedim ki, eləyəcəyik. Gedin fikirləşin ki, necə eləyəcəyik. Və qərar verdik ki, noyabrın 23-ü başlayır dekabr. Bizim üçün dekabr oldu, deyəsən 38-39 gündə, belə 31 gün oradan, 8 gündə buradan, 39 günlük bir dekabr oldu. Bütün hamıdan tez bazara səs salmışıq, təkliflərimizi veririk, endirimlərimizi eləyirik, teşhirlərimizi qururuq, kampaniyalar eləyirik, dekabr kampaniyamız artıq başlayıb. Rəqiblər deyir, siz nə edirsiniz, nə oyun çıxardırsınız? Yəni, bu qədər böyük bir avantaj ortaya çıxartdıq ki, yəni gözləntimizin də çox üstündə satış elədik. Hansı ki, noyabr yox idi da, biz də itirmişdik. Yəni, biz qaydaların əsiri olmadıq. Buradan bir çox çıxartmaq olduğu çoxlu dərslər var bu keysdən. Orada qərarlılıq, qərarı verə bilmək, çətin olsun. Bir də o idi ki, qaydalara əsir olsaydıq biz, risk departament, maliyyə, ona biz baxsaydıq, heç vaxt eləyə bilməzdik. Və bunu mən əmin edirəm ki, əksər şirkətlər bunu eləyə bilməz. Çünki burada o iradə olmalıdır ki, bəzi şeylər manual hesablansın, bəzi şey proqramda dəyişiklik olunsun. Yəni, bu nədir? Prinsip əsaslı. Yəni, şirkət nə istəyir? Oradan baxmaq lazım. Oradan yola çıxıb. Qaydalar hamısı bunun üçündür. Bu, şirkətin ana məqsədlərinə xidmət eləmək üçündür. Şirkətin əsas prinsiplərinə yardımcı olmaq üçün. Ona görə qayda əsaslı idarə etmək xoşlamıram. Prinsip əsaslı idarə. Ona görə bəzən qaydanı da şirkətin xeyrinə pozuram və pozmağı xoşlayıram. Bu avtoritar çıxır, tək mən yox. Yəni, şirkətdə o ənənəni yaratmaq xoşlayıram, yəni. Bəli, şirkətin xeyrinə. Orada qəşəng, çox üzr istəyirəm, orada qəşəng bir söz vurladınız, o məni tutdu ki, bunu edəcəyik, gedin fikirləşin necə edəcəyik. Çox yaxşı bir söhbətdir. Buyurun müəllim. Bir də nəyə sezmişəm? Nə qədər ki, ümumiyyətlə, şirkətdə fərqli qaydalar təbii ki, o nizam üçün lazımdır. Qayda olmasa xaos olar, amma nə qədər ki, qayda, nə bilim, cərimə, cəza, nə bilim, filan düşünür şirkətlərdə, o qədər onların pozulmasına şərait yaradır. Elə bil ki, bəzən də o şey olub, insanlar üçün ki, görün mən bunu necə atladacam ki, mən buradan cərimə almayım da. Yəni, özündə bir qəhrəmanlıq hiss edir artıq insanlar bundan bağlı. Kimi çatıra bildim. Bir də ki, əmin olmasınlar ki, misal üçün, bunun cəriməsi var, cəzası var, filanı var və biz nəzarətdə saxlayırıq vəziyyəti. Əsla elə deyil. O qədər fırradırlar. 100%. Açıb döyməyim müəllim. Yəni, elə gözəl belə həllər, yollar tapır insanlar ondan yayınlar. Bir də söhbətləri hansı müstəviyə çəksən, o müstəvidə gedir. Məsələn, ora çəkirsən, ancaq ora müqavimət görəcəksən. Bir də, məsələn, 5 dənə otaq var, hamısı açıqdır. Desən ki, ona girməyin, mərak eləyəcəklər ki, görəsən orada nə var, boylanacaqlar da bir imkan tapan kimi. Bu, həmin söhbətdir. Yəni, bu ilə bağlı istəyərdim ki, ya buyurun, siz davam edin. Yox, elə əslində sualımı yöndə verəcəkdim ki, yaxşı gəldik söhbətin bu yerinə yenə də. Mənə maraqlıdır ki, biz indi idarəçilər belə eləməlidir deyə deyirik. Bəs bu əməkdaşlara motivasiya verilməsi məsələsi də var da. Bir çox yerdə deyirlər ki, bonusun veririk də, tutaq ki, bundan artıq nə motivasiya olsun. Və yaxud da deyir ki, yox, həftə bir dəfə yığışırıq, hamısından deyirəm ki, aferin. Bu da onların bir motivasiyasıdır. O problemdir də. Mən həmişə deyirəm ki, motivasiya mərasimlə olmur. Ki, ildə bir, ayda bir də. Biz
Biz bir ailə konsepsiyası var. Çox şeydir. Hörmətsiz eləyiblər o sözü də. Yəni bütün gün ildə 365 gün işçiləri sıx, qısma boğmaya sal, bir gün apar Qəbəliyə, orada mafiya oyunu açıblar, motivasiya olacaq. Olmur da. Yaxşı necə demədilər. Yox, yəni Sizə Azı necə bir 3-4 olmalı? dəfə getməlidir. ümumiyyətlə mərasimlə deyil. Lap həftədə bir dəfə günə oyunla deyil. Təbii ki. Səhər deyir o pit minutka iclaslar var da. Səhər köçülür, gedək əraziyə çıxaq, satışımızı eləyək. Amma əraziyə çıxır, bu da güdür onu. Nə bilim, zəng eləyir, nəsə mənasız söz deyir və yaxud mikrom hardasan bu dəqiqə, konumu göndər. Mən görürəm sən. O mərasimin nə mənası qaldı ki? Yəni deməli nə olmalıdır? Təpədən dırnağa sən onu motivasiya etməlisən. Yəni bütün hərəkətlərinlə, bütün belə deyək də ünsiyyətlə hər gün olmalıdır. Orqanik olmalı. Orqanik Bu hissəni olmalı. məncə bütün Orqanik sahibkarlar olmalı. izləməlidirlər mütləq. Çünki doğrudan əməkdaşlardan da asılıdır əslində bu məsələ. Əməkdaşlar deyir ki, şirkət dəyər versin mənə, şirkət dəyər versin. Soruşursan ki, necə dəyər versin sənə də? Yəni hər kəsin Haqlıdır dəyər da. haqlıdır. Mən özüm də məsələn onu tələb eləyərəm. Söz onda deyil. Amma şirkət mənə dəyər versin anlayışındakı dəyər anlayışı fərqli olaraq hər kəsə görə. Arada bir təlimlərdə danışıram başıma gələni. Mən bir dəfə dəyəri bağladım səhvən pula. Hə, onu deməyə çalışıram. Bir il ərzində 2 dəfə huşum getdi işte. Elə pul çox gəlsin. Bir də gördüm Yox. ki, məni ayıldılar. Bilirsiniz məsələ necədir? Mənim demək istədiyim odur ki, məsələn, birinə görə dəyər anlayışı həqiqətən pul ola bilər. Onun bonusdur motivasiyası. Yəni bu insan O bonusla. səhvi buraxmayın. Amma digər bir əməkdaşa görə, bir komandada digər əməkdaşa görə rəhbərin onunla mütəmadi ünsiyyət qurması olsun, gəlib tez hal-əhval soruşması olsun. Başqa birinə görə başqa cürdür dəyər anlayışı. Bu dəyər anlayışı mənə dəyər versin anlayışında rəhbər tərəfi də qınaya bilmirəm ki, axı bütün komandanın hər kəsin bir məsəl, o deyir mən nə bilim alma yeyəcəm, bu deyir yox mən banan yeyəcəm, o deyir yox mən çiyələk yeyəcəm. o qədər qəribə Məsələn, deyil əslində. hə, mən onu soruşmaq istəyirəm ki, bu dəyər anlayışında rəhbər necə tənzimləsin? O icazənizlə Buyurun. bir iyerarxiya var da, düzdür. Yuxarıda bir oluşmalıdır. O dediyiniz dəyər nədirsə, fikrimi çatdıra bildim. Ortaq. Və təbii ki, vizyonu dəstəkləyən, mən necə dəyərliyəm, özümü bu dəyərdə daxili müştərilərim içində özümü necə mövqeyləndirirəm. Onu başa düşməlidir özləri. Və onu hər pillələrdə menecment var da, düzdürmü? Özünü göstərməlidir. Bu menecerlər onu hiss eləməsə, onlar da digər şaxələr axıda bilmirlər bunu. Fikrimi çatdıra bildim. Ona görə də bir nöqtəyə baxmırlar. Məsələn, bir şöbənin meneceri deyir ki, biz üçün dəyər puldur, bonus, o biri deyir ki, Qəbəliyə gedib mafiya oynamalıdır. Məsələn, yəni qınamalı Əməkdaşlar da deyil. deyir ki, belə deyirsə belədir də. Qınamalı deyil də. Yəni orada hər kəs üçün fərqli ola bilər. Ona görə mənə maraqlıdır ki, bu əməkdaşlara necə dəyər verilsin, necə Mən də motivasiya kimi edilsin. istəyirsiniz. Buyurun, əlbəttə ki. Burada bir ümumiyyətlə piramida var. Yuxarıdan aşağı siz demiş gəlir. Burada mən Maslow'un ehtiyaclar piramidasını demirəm. Onun da rolu var, amma həlledici o deyil. Baxın, şirkətin vizyonu var piramidanın başında. Vizyondan irəli gələn strategiya var. Qalan hər şey strategiyadan çıxır da şirkətdə. O cümlədən korporativ mədəniyyət, yəni şirkətin dəyərləri, şirkətin qırmızı xəttləri, prinsipləri, olmazları, düzdür? Şirkətdə motivasiya və bağlılığın təminatısı da məhsul korporativ mədəniyyətdir. Korporativ mədəniyyət nədir? Korporativ mədəniyyət şirkətin xarakterin forması. Məsələn, şirkət bir insan olsaydı, necə insandır? Məsələn, Marlab şirkəti bir adamdır. O necə adamdır? O ədalətlidirmi? O xeyirxahdırmı? Dürüstlüdürmü? Düzdür? O işgüzardırmı? Və s. və s. və s. O saat 6-dan sonra axşam telefona cavab verirmi? Məsələn də. Bu xarakter, artıq bir xarakter ki, şirkət adam olsaydı, o xarakteri formalaşdırdınsa, o artıq insanlar hamısını ona oxşayır. Yəni çünki onu qəbul edirlər ki, bizim dəyərlərimiz budur. Yəni həmin dəyərlərin yükləndiyi o xarakter bundan ibarətdir. Və oradan yola çıxaraq artıq o şeylər formalaşır, motivatorlar və s. formalaşır. Amma ümumiyyətlə bağlılığı necə yaratmaq olar? Bu ilə bağlı mən uzun müddətli təhlillərin, təcrübənin nəticəsində bir nəticəyə gəlmişəm ki, 5 əsas məsələ var.
bağlılığı yaratmaqdır. Hamısı korporativ mədəniyyətdən süzülür, amma 5 qrupa bölmüşəm. Birincisi dəyərləndirmə, recognition, qiymətləndirmə belə deyək də. İşçiləri tanımaq, qiymət vermək. Ki işçilər başa düşsünlər ki, qiymətləndirilir. Yəni dəyər verilir. Bu tək pul deyil də, təşəkkür, adi dinləmə, əməkdaşı. Qiymət, bəli. Diqqət göstərmək və s. İkinci məsələ insani yanaşma və qayğı göstərmək. Super. Qayğıkeşlik. Yəni biz işçiyə say kimi baxmalı deyilik. Onlara insan kimi baxmalıyıq. Yəni onların işçi kimliyi sonra gəlir. Birinci onların insan kimliyi gəlir. İnsansa biz insan kimi onlara. Yəni bu ikinci məsələ. Üçüncü məsələ meydan vermə. Yəni insan övladının təbiətində bu var ki, o istəyir ki, ona meydan verilsin, ki özünü ifadə eləsin. Əks halda xoşbəxt olmur. Onu sıxanda, onu çox çərçivəyə salanda o artıq özünə fikir verməlidir. Ütülü olmaq, ütülü olanda da çox cəsarətli ola bilmir, çox məsuldar ola bilmir. Ona görə ona meydan vermək lazımdır. Bu üçüncü məsələdir. Meydan səlahiyyət bu birdir. Dördüncü məlumatlı saxlamaq. Yəni əks halda özlərini ögey hiss edəcəklər. Şirkəti hiss elətdirmək, şirkətin planlarını paylaşmaq, şirkətə sahiblənməyə imkan vermək. 100%. Yəni gizlədirlər satışı, mənfəəti, planları, problemləri. Olmaz belə. Yəni sən necə ondan sahiblənməyi gözləyirsən? Bir tərəfdən də ona güvənmirsən, o məlumatlarla bölür. O necə şirkəti hiss eləmədən necə sahiblənə bilər ki? Absurd. Dördüncü məsələ budur. Beşinci isə şirkətə inam yaratmaq, başqa sözlə şirkəti satmaq işçilərə ki, fəxr hissi yaransın. Ki bu şirkətdən yaxşı təqdim eləmək, satmaq ki, səbəblər göstərmək ki, sən niyə bu şirkətdə işləməlisən. Biz bəzən bir dəfə status yazmışdım ki, biz işçi axtaranda elə bil ki, elə kiminsə atasının, dədəsinin borcudur bizim şirkətdə işləmək. Ancaq tələbləri yazırıq şeylərin. Yaxşı, niyə işləsin? Heç nə demirik. Yox, heç də. Niyə cəlb edici göstərək? Yəni bu da marketinqdir də, müəllim, düz deyil. Yəni şirkətin employer brendi. Həmin o vizyon dəyər yoxdur deyə elan da eləyə bilmir də. Nədir? Özü bilmir nədir. Bəli. Mən gözdən keçirtdim bütün iş elanlarını. Elə sizin dediyiniz kimi yoxdur. Elə hamı tələblər yazır. Yox, yazmırlar. Çox nadir hallarda ola bilər. Onu təkcə kənara yox, işə götürdüyün adama yox. Daxildəki işçiləri də davamlı satmalısan. Davamlı fəxr hissini ona verməlisən ki, niyə tələssin, niyə yuxudan tez dursun, qaçsın bu şirkətə. Yəni bu 5 dənə şey olandan sonra qalan nə desəz bu 5-dən birinə girəcək. Yəni işçilər şirkətə bağlı olacaq. Maraqlı məqamlar. Başqa bir tərəfini də deyim. Buyurun. Bu nə qədər menecmentdən danışsaq, bugün strateji menecmentdən çox danışa bilmədik. Söhbətimiz getdələ bir resursun üstünə yükləndi. Bəli. Amma əsas resursun üstünə yükləndi. Amma nəzərə alın ki, şirkətin marka dəyəri bəzən daha qabarıq ortada olur. Yəni ola bilər marka dəyəri yüksək olur. Misal üçün bu da var. Adamlar bəzi qaydalarla hörmətlə yanaşıb barışmağa məcbur qalırlar. Məsələn, deyir ki, misal üçün də mən X böyük bir şirkətin bir hissəsi olmağa razıyam və oradakı qaydalara riayət eləməyə razıyam. Niyə? Çünki o X markada mən olmaq, özümü orada görmək, o mənim öz şəxsi brendimə dəyər qatır. Seçim məsələdir əslində. Seçim məsələləri də var ikincisində. Yəni, amma məsələn, əks tərəfdə olur ki, orada çox gözəl bir aura var, çox gözəl bir menecment var, çox gözəl vizyonerləri var. Marka dəyəri bazarda aşağıdır, heyəti saxlaya bilmirlər və ya cəlb eləyə bilmirlər. Bu məsələlər də var. Mən çox tanıyıram ki, kifayət qədər böyük şirkət, hətta bazar lideridir. Amma peşəkarlar özlərinə yaraşdırmır o şirkətdə işləməyə. Mən belə nümunələr tanıyıram yəni. Çünki o mühit, işə götürmə dəyəri çox aşağıdır yəni. Ona görə bunu düşünməlidirlər ki, yəni uzun müddət dayanıqlı və rəqabətli olmaq üçün
bir gün sırf bu tərəfdən yıxıla bilərsən. Ümumiyyətlə şirkətin 4 sütundan biridir də, həm də bu iş mühiti, bu insan kapital tərəf. Yəni bu maliyyə tərəfi, ya maliyyə tərəfdən yıxılırsan, ya müştəri tərəfdən, satış market tərəfdən yıxılırsan, ya proses sistem tərəfdən yıxılırsan, ya da bu insan tərəfdən, mühit tərəfdən yıxılırsan. Yəni şirkətlər bu gün yaxşıdır, bazar payları, pul qazanırlar, amma elə bilirlər ki, bu həmişə də yox. Dayanıqlı olmaq üçün necə ki balanslı scorecardda 4 istiqamət var dediyim, o elə belə ortaya çıxmayıb ki, yəni o 4-ün də balanslı, dəngəli sən aparmalısan. Yəni bu həm də istədim strateji idarəetməyə gələ biraz. Yəni bu strateji idarəetmə də bunu tələb eləyir ki, rəhbərlərə KPI qoyanda da elələr ki, bu 4 sütunun hamısı tərəfdən şirkətə dəyər qatsın. Yəni. Gəlin belə eləyək. Mən sizin burada yenə də sözünüzü alım. Strateji idarə etməklə bağlı ayrıca bir podkast eləyək. Çünki bu buraxılışımız ancaq insanlarla bağlı idarə etməyə daha çox yönəldir. O 4 sütundan birinə aid oldu da. Daha çox birinə aid oldu, amma növbəti buraxılış üçün planlayaq. İkinci hissədə də eləyək. Elə 4 dənə buraxılış eləyər və hər sütuna bir. Bizdə söhbət oldu, eləyərik. Sistem, proses də çox önəmlidir. Kanal özü satış marketinqdə çox önəmlidir. Burada hamının sözünü aldım, onu da sizdən. Çünki bizim elə bir saatımız maşallah tamam oldu. Söhbət necə getdi, çözümdür bilmədim. Axarında getdi. Ciddisiz? Bəli. Necə ola bilər? Saatımız tamam oldu. Ona görə də mən yenə də sizin sözünüzü alım. Biz bu buraxılışın mütləq digər tərəfindən də, istiqamətdən də suallar hazırlayarıq. İnşallah mütləq orada da yer verərik. Qabağımızda onsuz bayram var. Burada Bakıda olacaqsınızsa mütləq sizi cəlb eləyərik. Danışarıq. Əla. Çox təşəkkür edirəm Anar bəy. Düşünürəm ki, bugün də oradan da çox fayda götürdülər. İstər sahibkarlar baxımından, istər əməkdaşlar o dəyər baxımından ki, hə də yox, mən də özümü toparlayım, bir balaca idarəçi də dedi ki, hə yox, mən gedim sabahdan əməkdaşıma artıq başqa bir istiqamətdə yanaşım. Mən istəyərdim ki, son bir dənə sual siz danışanda mənim beynimdə niyəsə Avropadakı sistem, Amerikadakı sistem, yəni qərb sistemi yaşandı ki, orada necədir? Orada da sizin vurğuladığınız kimi birinci insan olaraq görülür, sonra əməkdaş olaraq görülür. Yoxsa orada tam Avropada yaxşı şirkətlər də var, pis şirkətlər də var da. Yəni yaxşılarında məncə elədir. Avropada hamısı yaxşıdır demək də doğru deyil və yaxud Amerikada hamısı yaxşıdır demək də doğru deyil. Bir də sizin sualdan mənə imkan verir bir dənə də şey deyim. Bəzən deyirlər ki, bu danışdığınız şeylər qərb ölkələri üçündür, Amerika üçündür. Nəzəriyyədir. Və nəzəriyyədir. Birincisi, mən inanmadığım heç nəyə danışmıram və görmədiyim, hiss eləmədiyim, effektinə inanmadım. İkincisi də ki, əksinə mən iddia edirəm ki, bu proqressiv alətlər ki biz danışdıq, bizim kimi ölkələrdə daha effektivdir. Bu mən dəfələrlə demişəm. Çünki baza o qədər aşağıdır ki, xırda toxunuşla böyük nəticə əldə edirəm. Məsələn, sən bir Norveçliyinlə adam kimi rəftar eləməklə, ona diqqət yetirməklə onu çox həvəsləndirə, onu çox təəccübləndirə bilmərsən. Bizdə adicə müdür işçi ilə liftlə qalxır, deyirlər, bu nə sadədir. Yəni, onun motivasiyasına ciddi təsir edir. Adi xırda toxunuş, çünki baza o qədər aşağıdır ki, sən xırda toxunuşla böyük nəticələr göstərə bilirsən. Budur məsələ. Bir də ki, belə deyim də, hər bir ölkənin idarə etmə üsulu onun mədəniyyətindən də qaynaqlanır. Yəni, mədəni məsələlər çox təsir edir. Məsələn, Yapon idarə etməsi ilə qərb idarə etməsi və ya nətər deyim, Asiya idarə etməsi. Yəni, hər bir, bunu qərb idarə etməsinə yapışdırıb, ya nə bilim, Yapon idarə etməsi, yox, hər bir ölkənin özünün bir, nətər deyim, bir hibrid, yəni, öz mədəniyyətinin ortaya çıxartdığı məsələləri diqqətə alır. Lokallıq mütləq nəzərə alınmalıdır. İndi strategiyanın danışığında yəqin ona daha çox danışacağıq. Yəni o çox vacibdir. Həmişə marketinqdə də o lokal adaptasiyalar, lokal mühitin nəzərə alınması çox vacibdir. Yəni. Əla. Çox təşəkkür edirəm. O zaman sözünüzü aldım. Bu buraxılışın mütləq ikinci hissəsi olacaq. İnşallah orada da toxunarıq bu məsələlərə. Minnətdaram, təşəkkür edirəm. Çox fayda verdiniz, çox fayda. Təşəkkür edirəm. Sağ olun müəllim. Şəbnəm xanım, sağ olun. Mən burada bir xüsusi bir məqamı da vurğulamaq istəyirəm ki, mart ayında mənim YouTube kanalımın 2 yaşı tamam olur. Nə yaxşı ki, açmışıq bunu. Və o ilk gündən yol yoldaşım da məhz Vüsal olubdu. Çünki yadımda da kameralar götürdü, gəldi və biz ilk buraxılışımızı etmiş olduq. Marketing Talks da artıq ilin yarısından
sonra qoşuldu bizim bu kanala və doğrudan da dəyər qatdı, kanalı yüksəltdi. Çox təşəkkür edirəm bu günə qədər izləyən hər kəsə, abunə olanlara, bəyənənlərə, şərh yazanlara, yolda görüb fikrini deyənlərə, hansı ki aptekdə tanımadığım bir şəxs, bir əczaçı mənə deyir ki, Marketing Talks, Səlim müəllimə salam deyərsiniz və bu məni o qədər qürurlandırır ki, nə gözəl izlənilir isə, fayda verir isə, nə xoş bizə. Çox təşəkkür edirəm hər birinizə. Bizim bugün buraxılışımızın ərsəyə gəlməsində də tərəfdaşlarımız var, sponsorumuz var. Onlara da təşəkkür edirik ki, bizə inanıblar. Digibum agentliyinə çox təşəkkür edirik. Həqiqətən də dəstək olurlar. Sənayə xanım və komandasına, yəni siz də istənilən layihənizi onlarla icra edə bilərsiniz. Onların mütləq nömrələrini, mail ünvanlarını yerləşdirəcəm, əlaqə nömrələrini yerləşdirəcəm və çəkilişimiz üçün də Media Fabrikə təşəkkür edirik. Artıq bura mənim öz studiyam kimi bir şey olub. Hamı məndən soruşur ki, sizin studiyadır. Deyirəm, hə, mənim studiyamdır. Gəlin çəkiliş eləyərik. Çox təşəkkür edirəm və bizim sponsorumuz var. Sponsorumuza da təşəkkür edirik ki, ayın 25-nə qədər də Oba Marketlər şəbəkəsində kampaniya olacaq. Siz də faydalana bilərsiniz. Nəzərə alaq gözdə Novruzdur. Süfrələrimiz özdə həm də iftar vaxtı, çayla, nə bilim, şirniyyatlar olsun, hazırlanacaq yeməklər olsun, hər bir şey. Allah süfrənizi bol eləsin, ruzinizi bol eləsin. Təsadüfən qonaqları da oldum Obanın, yeni ofislərini ziyarət elədim. Yəni ən çox mağaza sayı ilə Bəli, fərqlənir. Fərqlənir. Səhv etmirəmsə mağaza sayına görə lider bir. Lider mağaza sayıdır. Axırıncı dəfə Naxçıvanda açdılar. Bu yaxınlarda da 26 fevralda da mən ən çox necə deyirlər, o bir həssas bir nöqtədir də hər birimizin Xocalı soyqırımı. Xocalıda mağazaları var idi və bu bir inanılmaz bir duyğudur. Düşünürəm ki, bir çalışdığın şirkətin ki mənim özüm də çalışdığım şirkətim o torpaqlarda bir filialı var. Bu sanki başqa bir qürur verir insana. Həqiqətən də çox başqa bir şeydir. Təşəkkür edirik Obaya da. Çox sağ olun. Biraz emosional bir sonluqla oldu amma növbəti buraxılışda yenə də Anar müəllimlə görüşmək diləyilə. Hələlik. Hələlik.